Davam edək. Düz xəttli, bərabər sürətli, bərabər təcilli hərəkətə və sükunətli olan cismə aid qrafikləri nəzərdən keçirək. Sükunətdə olan cismin sürəti sıfıra bərabərdir, təcili sıfıra bərabərdir. Ona görə bu cismin sürətinin proyeksiyasının, təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki T oxunun üzərinə düşən düz xətt olacaq. Cismin koordinatının ya da yerdəyişmənin proyeksiyasının zamandan asılılığı isə sabitdir. Bu, təbii ki, sıfırda ola bilər. Məcbur deyil ki, cisim hökmən koordinat başlanğıcında dayansın, müəyyən məsafə gedib dayana da bilər. Ona görə də koordinatın ya yerdəyişmənin proyeksiyasının zamandan asılılıq qrafiki T oxunun üzərinə düşməyən sıfırdan fərqli bir qiymət alıb və sabit ola bilir. Düz xəttli bərabər təcilli hərəkətə gəldikdə isə, düz xəttli bərabər təcilli hərəkətdə biz qrafikləri nəzərdən keçirəndə iki halı fərqləndirək. Birinci, x oxu istiqamətində hərəkət edən və x oxunun əksinə hərəkət edən. Şəkildən də göründüyü kimi x oxu istiqamətində hərəkət edən cismin sürətinin proyeksiyası müsbətdir. Onda Vx-in T-dən asılılıq qrafiki birinci rübdə T oxuna paralel olan düz xətt olacaq. Yer dəyişmənin proyeksiyasının zamandan asılılıq qrafiki Sx bərabərdir Vt düsturuna görə düz mütənasibdir. Koordinat başlanğıcından keçən düz xətt olur. Koordinatın zamandan asıllığına gəldikdə isə o x0-ın qiymətindən asılı olaraq 3 hal ola bilər. Əgər başlanğıc anda müşahidədən sağdadırsa, yəni x0 müsbətdirsə də belə bir qrafik, koordinat başlanğıcından hərəkətə başlayıbsa da sıfırdan, koordinat başlanğıcından solda, yəni x0 mənfidirsə də, onda 4-cü rübdən yuxarı qalxan xətti asılılığa uyğun qrafik olacaq. X oxunun əksinə hərəkət edən bərabər sürətli hərəkətə aid qrafiklərə gəldikdə isə Vx bərabərdir sürətin proyeksiyası mənfi olur. Bunu nəzərə alsaq, sürətin proyeksiyasının zamandan asılılığı 4-cü rübdə T oxuna paralel düz xətt. Sx-in qrafiki də 4-cü rübdə düz mütənasib asılılıqdır. Koordinatın qrafikləri isə azalan funksiyaya uyğun xətti funksiyalar olur. Belə hərəkətdə təcilin və qüvvənin zamandan asılılığı bərabər sürətli, düz xəttli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyi üçün təcil sıfırdır. Newtonun ikinci qanununa görə F bərabərdir EMA, onda əvəzləyici qüvvə də sıfırdır. Onda təcilin və əvəzləyici qüvvənin zamandan asılılığı T oxunun üzərinə düşən düz xətt olacaq. Yer dəyişmənin modulu ya yer dəyişmənin yolun zamandan asılılıq qrafiki burada cismin hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq modul həmişə müsbətdir və qrafik birinci rübdə olan düz mütənasib alınır. Qrafikin apsis oxu ilə əmələ gətirdiyi bucağın tangensi isə sürətə bərabərdir. Kinetik enerjisi mv kvadratı bölü 2-dir. Sürət dəyişmədiyinə görə kinetik enerji də sabit qalacaq. Kinetik enerji həmişə müsbətdir. Ona görə qrafik yalnız birinci rübdə T oxuna paralel şəkildə ola bilər. Gələk indi düz xəttli bərabər təcilli hərəkətə aid qrafiklər. Düz xəttli bərabər təcilli hərəkətdə əvvəlcə təcilin və qüvvənin proyeksiyalarının zamandan asılı qrafiklərinə baxaq. Bu hərəkət adından da göründüyü kimi düz xəttli bərabər təcilli, yəni təcilin dəyişmədiyi hərəkətdir. Burada təcilin proyeksiyası sabitdir. Əgər müsbətsə də birinci rübdə, mənfidirsə də 4-cü rübdə olacaq. Yer dəyişmənin modulu
zamandan asılılığı S bərabərdir V0T üstəgəl AT kvadratı bölü 2 kvadratik asılıdır və qolları yuxarı olan parabol olacaq. Bərabər yavaşyanda isə A-nın qarşısında minus yazırdıq. Onda qolları aşağı olan parabola olacaq. Sürət qrafikinə, bir də təcil qrafikinə nəzər salaq. Təcilin zamandan asıllığına. Sürətin proyeksiyasının zamandan asıllıq qrafiki ilə qrafik absis oxu arasında qalan fiqurun sahəsi ədədi qiymətcə yer dəyişmənin proyeksiyasına bərabərdir. Doğrudan da məsələn bu T oxuna paralel nəzərdə götürsək, düz xətli bərabər sürətli hərəkət üçündür həmin qrafik. Onda V-ni T-yə vuranda biz doğrudan da yer dəyişməni alırıq. Təcilin proyeksiyasının zamandan asıllıq qrafiki ilə zaman oxu arasında qalan fiqurun sahəsi də ədədi qiymətcə sürətin dəyişməsinə bərabərdir. Yer dəyişmənin proyeksiyası S2, bir də koordinatın zamandan asıllıq qrafikləri tənliklərindən göründüyü kimi zamandan kvadratik asılıdır, ona görə parabolalardır. T kvadratının qarşısında AX dayanır. AX müsbət olanda qolları yuxarı, mənfi olanda qolları aşağı olan parabolalardır. Parabolanın təpə nöqtələrində sürət sıfıra bərabərdir. Təpiyə qədər olan hissələr yavaşlayan, təpədən sonraki hissələr isə bərabər yeniləşən hərəkətə uyğundur. Düz xətli bərabər təcilli hərəkətdə sürətin proyeksiyasının zamandan asıllıq qrafikinə nəzər salaq. Vx bərabərdir V0x plus AX T düsturundan görünür ki, sürətin proyeksiyasının zamandan asıllığı xəttidir. Ona görə bu qrafik xətti asıllığa uyğun şəkildə olacaq. Qrafikdən görürük ki, birinci, ikinci və üçüncü rübdə olanlar Vx-i müsbətdir. Bunlar X oxu istiqamətində hərəkətə uyğundur. Dördüncü, beşinci və altıncı qrafiklər isə dördüncü rübdədir, Vx-i mənfidir. Bunlar isə X oxunun əksinə hərəkətə uyğundur. Birinci, üçüncü, dördüncü və altıncı qrafiklər T oxundan uzaqlaşırlar. Bunlar bərabər yeniləşənə aiddir. T oxuna yaxınlaşanlar isə, yəni ikinci ilə beşinci isə, bunlar isə bərabər yavaşlayan hərəkətə aid qrafiklərdir. İndi gələk çevrə üzrə bərabər sürətli hərəkətə. Əyri xətli bərabər sürətli hərəkətin içərisində çevrə üzrə bərabər sürətli hərəkət xüsusi yer tutur. Çevrə üzrə bərabər sürətli hərəkət hansı kəmiyyətlərdən xarakterizə olunur? Bu kəmiyyətlərin təriflərini və düsturlarını, vahidlərini nəzərdən keçirdək. Birinci periyod, dövr etmə periyodu. Bir tam dövrə sərf olunan zamana periyod deyilir. Düsturu böyük T bərabərdir, kiçik T bölünsün N. Burada T dövrlərə sərf olunan zamandır, N isə dövrlərin sayıdır. İkinci düstur T bərabərdir 2pi bölək omega və T bərabərdir 1 bölünsün N-dir. Vahidi isə saniyədir. Dövr etmə tezliyi vahid zamandakı dövrlərin sayı kiçik n-lə işarə edilir. 1 bölünsün T, bir də böyük n bölünsün T-dir. Vahidi saniyə üstü mənfi 1-dir. Bucaq sürəti omega bərabərdir fi bölünsün T. Dönmə bucağının zamana olan nisbətidir. Bir tam dövr edəndə, yəni kiçik T bir periyoda bərabər olanda dönmə bucağı 360 dərəcə, yəni 2pi olur. Ona görə omega bərabərdir 2pi bölək T düsturunu da alırıq. Sonra bucaq sürəti üçün omega bərabərdir 2pi n düsturunu da yazmaq olar. Burada periyodun yerinə T bərabərdir 1 bölək n yazanda alınır. Bucaq sürətinin vahidi də radian bölünsün saniyədir. Dönmə bucağının zamana görə törəməsi ədədi qiymətcə bucaq sürətinə bərabərdir.
Xətti sürət vahid zamanda radius vektorun cızdığı qövsün uzunluğunun yəni çevrə üzrə dövr edən cismin vahid zamanda getdiyi yolun zamana nisbəti xətti sürət adlanır. Bir tam dövrdə, yəni kiçik t, böyük t-yə bərabər olanda gedilən yol çevrənin uzunluğuna bərabərdir, 2πr-dir. Sonra bucaq sürətinin periodun düsturlarını nəzərə alıb, xətti sürətin digər düsturlarında yazmaq olar. Vahidi də metr bölünsün saniyədir. Mərkəzə qaçma təcili. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət trayektoriyaya toxunan yönəlir. Hərəkət zamanı toxunan istiqamətdə yönəlir. Hərəkət zamanı sürətin qiyməti dəyişmir, amma istiqaməti dəyişir. Sürətin istiqaməti dəyişdiyi üçün təcil yaranır. Bu təcillə deyilir mərkəzə qaçma təcili. Çünki təcildə radius boyunca mərkəzə doğru yönəlir. Mərkəzə qaçma təcilində düsturları burada verilibdir. A bərabərdir V kvadratı bölünsün R, omega kvadratı R, V vura omega, 4 pi kvadratı R böl T kvadratı, A bərabərdir 4 pi kvadratı N kvadratı R düsturu. Və burada bəzi qrafiklərdə göstərilib. Bu qrafikləri bir də qeyd edim ki, xüsusi olaraq əzbər öyrənmək lazım deyil. Düsturlarına baxıb, hansı asıllığa uyğundur, ona da uyğun çəkirik. Məsələn, V bərabərdir 2πr bölünsün T düsturundan. T sabit olanda görürük ki, V ilə R düz mütənasibdir. Bilirik ki, sürətlə impulsun qrafiki eynidir. İmpulsun da qrafikini soruşsa, yenə sürətin qrafiki kimi çəkəcək. Bu qrafiklərin içərisində xüsusi olaraq nəyi qeyd eləmək istəyirəm? Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti, tezlik, period, bucaq sürəti, tezlik, period zamandan asılı deyil. O cümlədən sürətin modulu, impulsun modulu, bunlar vektorial cəmiyyətdir, istiqamətləri dəyişir, amma qiymətləri sabitdir və kinetik enerji zamandan asılı deyirlər. Bucaq sürətinin zamandan asıllıq qrafiki verilibsə, qrafiklə zaman oxu arasında qalan fiqurun sahəsi ədədi qiymətlə dönmə bucağına bərabərdir. Çevrə üzrə bərabər sürətli hərəkətə aid məsələlərdə ən çox rast gəlinən 2 dənə halı nəzərdən keçirək. Birinci, hərəkət bir diskdən digərinə qayış vasitəsilə ötürülürsə. Bu qayışlı ötürmədə hansı fiziki cəmiyyət sabit qalır? İlk növbədə bunu yadda saxlamaq lazımdır. Qayışlı ötürmədə sürət sabitdir. 1 və 2 nöqtələrinin sürətləri eynidir. V2 bölək V1 ona görə 1-ə bərabərdir. Digər cəmiyyətləri, məsələn, periodu, omeqanı, eni tapanda sürətin sabitliyi nəzərə alınmalıdır. Yaxud qısaca belə deyək, xətti sürətin düsturundan müvafiq cəmiyyətlər tapılmalıdır. Məsələn, periodu soruşursa, xətti sürətin düsturlarını burada qeyd etdik. V bərabərdir 2πr bölək T-dən periodu tapırıq 2πr bölək V. V sabitdir, onda period radiusuna düz mütənasib olur. Eyni qaydada bucaq sürətini tapanda omega bərabərdir V böl R. Bucaq sürəti, o cümlədən tezlik radiusuna tərs mütənasib olur. Mərkəzə qaçma təcili də V kvadratı bölək R düsturunu seçirik, çünki V sabitdir. O da radiusuna tərs mütənasib olur. Bunu bu cürdə yadda saxlamaq olar. Sürət sabitdir, period radiusuna düz mütənasibdir. Omeqadır, tezlikdir, bir də təcildə radiusuna tərs mütənasib olur. Bundan əlavə bəzən məsələlərdə gedilən yolu və dövrlərin sayını da soruşur. Təbii ki, burada
hərəkətin qayışla ötürülməsindən başqa bərabər zaman fasilələrində, yəni kiçik t-lərin də sabit olduğu verilməlidir. El bərabərli V vurulsun T düsturundan görürük ki, T sabitdir, V də sabit olduğuna görə onda yolların nisbəti də nə olacaq? Sabit olacaq. Dövrlərin sayına gələndə də dövrlərin sayı elə tezlik şəklində təyin edilir. Kiçik n bərabərdir, böyük n bölək t-dir. O da radiusla tərs mütənasib olacaq. İndi baxaq müəyyən ox ətrafında dövr edən diskin ya bir bərk cismin hərəkətinə. Misal üçün, tutaq ki, o nöqtəsi ətrafında dövr edən bir dənə disk vardır. Bir nöqtəsinin müəyyən fi bucağa qədər dönüb, digər bir, deməli, birlə işarə edilən nöqtəyə gələndə iki nöqtəsi də həmin bucaq qədər dönür. Deməli, bunların eyni vaxtda dönmə bucaqları eynidir. Onda 1 ilə 2-nin bucaq sürətləri bərabər olacaq. Məhz bunu bu cürdə başa düşmək olar. Bir nöqtəsi bir tam fırlanıb yenə həmin yerə gələndə, 2 də fırlanıb yenə həmin yerə gəlir. Deməli, bunların periodları nə olacaq? Bərabər olacaq. Müəyyən ox ətrafında dövr edən cismin periodu, tezliyi və bucaq sürəti sabitdir. Bütün nöqtələrin üçün period, tezlik, omeqalar bərabərdir. Sürət V bərabərdir omega R düsturundan ya 2πr bölək t-ni də götürə bilərik. V bərabərdir 2πn r-i də yaza bilərik. Çünki üçü də bu kəmiyyətlərin sabitdir. Sürət radiusla düzdür. Təcildə omega kvadrat R düsturundan görürük ki, radiusla düz mütənasib olacaq. Qayışlı ötürmədə olduğu kimi, burada da əgər zamanın bərabər zamanda yolunan dövrlərin sayını da soruşa bilər. Onlar da yenə sürət və tezliyə uyğun şəkildə təyin edilir. Yəni, yolların nisbəti olacaq, radiusların nisbəti, dövrlərin sayının nisbəti də 1-ə bərabər olacaq. Əgər dövrə sərf olunan zamanlar eyni götürülübsə. Çevrə üzrə bərabər sürətli hərəkətə aid məsələlərdə bəzən müəyyən üfüqi səth üzərində deyilənən diskin hərəkətinə də baxırlar. Bu diskin hərəkətini biz belə qəbul edə bilərik. Yerə dəyən nöqtə A nöqtəsi ətrafında, yəni ani fırlanma oxu A nöqtəsindən keçən bir dənə fırlanma kimi təsəvvür edə bilərik. Bu yerə dəyən nöqtənin, yəni A nöqtəsinin sürəti 0-a bərabər olur. O nöqtəsinin sürəti əgər V qəbul eləsək, onda B-nin sürəti 2V olacaq. C nöqtəsinin sürəti də V kök altında 2 şəklində təyin ediləcək. Çevrə üzrə bərabər sürətli hərəkətdə periodun hissələrində ən çox rast gəlinən periodun 1/4, periodun yarısı, 3T bölək 4, bir də bir tam periodda yol, yer dəyişmə, sürətin dəyişməsi, bir də impulsun dəyişməsi. İndi bunları nəzərdən keçirdək. Məsələn, periodun 1/4-də, T bölək 4-də. Tutaq ki, saatın əqrəbidir, tutaq dəqiqə əqrəbini nəzərdən keçiririk. 12-nin üzərindən 3-ün üzərinə gəlir. Bu 1/4 period deməkdir. Bu zaman bunun yolu nə qədər olacaq? Çevrənin uzunluğunun, yəni 2πr-in 1/4. 2πr-i 4-ə böləndə onda yolumuz olacaq πr bölünsün 2. Yer dəyişməmiz isə başlanğıcla sonu birləşdirən istiqamətlənmiş parçadır. Pifaqor teoremindən tapırıq. Katetlər radiusa bərabərdir. Alınacaq kök altında 2R. Eyni qaydada sürətin dəyişməsi də, impulsun dəyişməsi də kök 2V, kök 2mv şəklində alınır. Yəni, yer dəyişməyə oxşar şəkildə sürətin və impulsun dəyişmələri də alınır. Bu düsturları da yenə sürətlərin
çıxılması qaydasından istifadə edib düzbucaqlı, üçbucaqlar alınır. Həminki Pifaqor teoremindən tapa bilirik. Periyodun yarısında t bölünsün 2-də cismin getdiyi yol çevrənin uzunluğunun yarısıdır. Ona görə P-dir. Yer dəyişmə diametrə bərabərdir. 2R olacaq. Sürətin dəyişməsi 2V, impulsun dəyişməsi də 2mV olacaq. 3T böl 4-də yolumuz çevrənin uzunluğunun 4də 3-üdür. 2PR-i 4də 3-ə vururuq. Olur 3PR bölünsün 2. Yer dəyişmə, sürətin dəyişməsi, impulsun dəyişməsi də T böl 4-dəki şəkildə eyniliklə bunun kimi qalır. Bir tam periyodda götürülən yol 2PR-dir. Yer dəyişmə, sürətin dəyişməsi, impulsun dəyişməsi isə 0-a bərabərdir.